Dostlar, bugün düşündüm irmik halvası hazırlayayım. Şərbət üçün suya şəkər əlavə edib qaynatdım. Tavaya irmiyi əlavə edib, üzərinə kərə yağını əlavə elədim və yaxşı-yaxşı qovurdum. Rəngi, qəhvəyi rəngi olana qədər. Sonra üstünə şərbətimizi əlavə edib, suyu qırana qədər onda qarışdırdım. Hazır olan kimi üstünə dostlar tahin əzməsi əlavə edirik. Onda daha dadlı olur və yaxşı-yaxşı qarışdırırıq. Servis üçün mən bu üsuldan istifadə edirəm, fincandan. İçinə maraş dondurması əlavə edirəm və üzərini, yəni üstünü bəzəmək üçün üyüdülmüş fıstıqdan istifadə edirəm. Dostlar, çox möhtəşəm alınır. Siz də hazırlayın. Hamıya nuş olsun.